Fariz Mehdiyev təqdim edir. Çok güzel bir sipariş verdi. Deməli bu ustanın dilindən özümüzə söylediğini deyirəm. Bu Zülfiyanın bir moda olan vaxtıdır, təzə çıxır. Evdəki xanımla deyir, oturub televizora baxır. Burada baxdıq ki, Aşıq Zülfiya oradan oxuyur. Ay bulaq başına tələsən gözəl ağılımı başımdan al yavaş yedir. Biraz deyir köyrəndim. Xanıma dedim ki, oradan bana bir qələm dəftər gətir. Sinəmə bir neçə xanə söz gəlib, qoy onu sənin şərəfinə inşallah qeyd edirik. Sevil xanım indi oldu. Allah böyük şairimizə rəhmət eyləsin. Zəlmuxan Yaqub. Mən də İspendiyəli şeiri, mən ola bilmərəm elə. Amma mən də İspendiyəli şeiri deyəcəm. İnşallah biz nəyə siz şad olasınız, Ağsaqqal. Daha qocalıqsan, sal yavaş yeri. Şükür et Allah'a, otur önündə salma aralığa. Qal yavaş yeri. İkinci bəndi nə tərk edir? Sevdiğim gözəlin ağarıb başı, 50-60 ötüb yaşı, ağzında qalmayıb bir dənə ki onun qulluğunda. O yavaş yeri. Sal burayı bak, hal yavaş yeri.
danışaq. Danışıq. Məhəmməd Araz deyirdi, bəlkə bir də bu yerlərə gəlmədim, ancaq mən bir də bu yerlərə gəlməyi ümidiylə deyirəm ki, bəlkə bir də bu yerlərə gəlmədim. Buna salamat qal. Salamat qal. Qalınca su səfər yoxsa duxlar neysən, salamat qal. Ya, salamat qal. Gəldim qarşıları günlər, şəhlər, gedirəm, əl edir bozmu sənəklər. İdamı çaylara soyladı küləklər. Buna salamat qal. Salamat qal. Bu dağların pərənci, şiri də səssiz. Qarı, bərəkəti, ayaq saqqal, xeyri də sizsiz. Şairi də sizsiz, şeiri də sizsiz. Şuna salamat qal. Salamat qal. Hər zaman salamat olur. Hər zaman. Söylemez yalan. Allah'ın işidir, cevabına inan. Öydəki dilbəri xəlvətçədir, başına dolan. Onun qulluğunda Qaliya baş yeri, qıraqdan gələn gəldi gedər, öydəkinin başına dolanmaq lazımdır. Hə qardaş, yarahın yerində.